Necəsiz? Yemeyim, siz biliyorsunuz verirken daha. Daha mı ölçem? Necəsiz? Birisi yaxşı qıranım. Hanım kızın elini göndermese. Biz Nazlan'ın göreyim. Ay kızım Nazlan'ın da yaman tanıcaqsa. Mənə deyin gülüm, siz necəsiz? Sizin yaxşı qıranım. Mən də gəldim sıkıldım. Belə tutarım. Lap değer oldum. Ama dostlar, benim elime bilmediniz ha. Bu çubuğu ne başı, ne tedbiri? Elif'te bayramıymış. Dostlar, onda bir almışlar geldi özümüze. Demedim elbizleri. Nihayetsiz, mektebin ilk milleti var. Felsefe bakanımız, neçedi bu? Birinci sınıfı bitirdin, düzdür. Ben de öz adamlar, sizden her birinizi tebrik ederim. Sizden her birinize uzun ömür can sağlığı, hoş geldiniz ederim. İndi bana deyildim, bu bilgilerinde yaxşı okudunuz. Benim en sözüne baktınız. Ne çaldınız? Oy gülüm, hama beşim. Gel yanıma. Gel yanıma gülüm. Hama dinlerin bundan başka. Eline kubalmasın olmuş değil mi? Maşallah kıpkıdımızı diye rahmalı. Adın neydi? Ömer. Yaxşı okudun. Dostları yaxşı okudun. Ne çaldın? 4. Kim 4 aldı? İşte. İki alan oldu. Ömer utanacaktı. Maması kimdi? Ömer'in maması. Utanacak balamız. Danışmak sevmek. Onda kesin bir zahmet olmasa. Daha bayağı kimdi istersen? Vay da. Oğlum kızlar. Niye sözünün çıkmadı? Kızlar utandınız beni. Gel gidip yapma. Adın ne değil? Gel gidip. Kim 4 aldı kim 2? Kimde o elini kaldırsın? Mehmet gel yapma gülüm. Mehmet. Dostun değil. 4 aldı 2. Değil 4 almışsan. Düz söhbət değil. Ne çalırsan? Yaxşı kim 2 aldı? Uğur kimdi? Gel ay Uğur gel. Gel göre 2 alırsan. Hansınla? Hansı benden çaldın? Hansından? Ana dilden çaldı. Düz söhbət değil. Ben hiç anlattı. Alkışlar gelsin de onda dostumuz boynunu aldı. Şimdi sen bana söz verirsen ki inden sonra hamısını 5 alassan hiç almayasın ki. 4 almayasın. Ay sağ ol alkışlar gelsin. Dostlar şimdi geçer yerimize. Can geç yerime sen de. Bana deyin bak mektepte yazmağı, okumağı, saymağı öğrendiniz. Düzdür. Espriyelleri yaxşı öğrendiniz. Mehmet, bunları yoxlayaq. Yoxlayaq. Deyirləri yaxşı öğrenmişik. Eləysə gəlin saymağı yoxlayaq. Görək həqiqətən öğrenmişsiniz yoxsa yox. Hazır. Mən əlimdən göstərib siz sayırsınız. Bu neçədir? Değerin ay kızlar, bu neçədir? Məhəmməd, deyən iki alan kızlar imiş, mektəbdə. Bir gözlərə 5 deyirlər. Kızlar, bu neçədir? Peki niye 5 deyirsiniz? Utandırlar, yeni özler aldılar, kızları, ən asılı sılıyor olanlardan. Yaxşı növbəti sualını verirlər. Nə deyim gülüm dostlar, bizim vətənimiz haladır. Yaşadığımız vətən haladır. Paytaxtımız onunla sakin edirəm. Qızlara səs gəlmir. Deyin bilin qızlar. Paytaxtımız nədir? Bakı şəhər. Yaşadığımız şəhər? Gəncə. Ay doğru. Vətən nə deməkdir? Vətən nə deməkdir? Ana bak kemiğine sağ olsunlar. Bak deli deyil. Olan kimdir? Olan kimdir?
Analar düzdür. Deməli vətən nə deməkdir? Ana yurdumuz. Dostlar, bilmirəm heyecanlısınız yoxsa tənbəlləşirsiniz. Deyək, məndən yeyib içib hər şey yandan çıxır. İndi, ne? Bu tənbəldir, ola bilməz. Buna bax, bu çoxdur, maşallah. Dostlar, əlbəttə ki, bu bir zarafatdır. Mən sizlərlə payına zarafat edirəm. İndi mənə deyin gülüm, məktəbdə sizə yazmağı, oxumağı, saymağı kim öyrətdi? Onda bir daha olmuşlar gəlsin müəlliməmizə. Müəlliməmiz yaxın gəlsin oturmasa. Mən də öz adımdan deyim ki, bizim əziz və dəyərli müəlliməmiz. Allah sizlərə olsun ömür can sağlığı versin. Əlbəttə ki, sizlərin əməyiniz, əziyyətiniz çox böyükdür. Körpələrimiz üçün ana qayısı göstərmişsiniz. İlk öncə onlara tərbiyə vermişsiniz. Ondan sonra yazmağı, oxumağı, saymağı siz öyrətmişsiniz. Uşaqlar, deməli biz kimə borcluyuq? Müəllimələrimizə. Bir daha quşlara gəlsin bir oturur və mən sözü verirəm müəlliməmizə. O da öz təbriklərini çatdırsın sizlər üçün. Əziz şagirdlərim, əziz vətəndaşlarım, salamlayıram, xoş gördük. Mən bugün çox sevinçliyəm, çünki gün ömrəsini qoyduğumuz artıq birinci sinifi bitirir. Artıq əlifbanı bitirdik. O deməkdir ki, qarşıda bizi daha uzun və çətin bir yol gözləyir. Bu yolda hər biriniz uğurlar arzulayıram. İnşallah 4-cü sinifi bitirəndə də birləşən və mehriban ayrılarıq bir-birimizdən. Və hər birinizə uğurlar arzulayıram. Hər birinizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki varsınız. Çox sağ olun, əziz və dəyərli müəlliməmiz. Bir daha sizlərə var olun deyirik. Əziz bağlar, bir daha sizləri təbrik edirəm. Əlifba bayramınız mübarək olsun. İndi